Zirə əla formadadır, maşallah olsun. Doğrudan da yəni ikinci yerdədir və Zirə qələbə sayəsində Qarabağın erkən çempionluğunun qarşısını aldı. Yəni özləri də bilir ki, Qarabağ çempiondur. Bunu Rəşad Sadıqov da deyir bunu. Sona qədər də Amma hələ ki gedirlər. Sona qədər də gedirlər. Və demək olar ki, artıq ikinci yerdəki yerlərini təmin ediblər. Yəni 8 xallıq fərq var. Sona 5 tur qalıb. Qalıb, bilinir. Zirənin. Yəni nə? Baxaq. Zirənin bu turdakı rəqibi Kəpəzdir, Kəpəz səfəri. Sonra evdə Turan Tovuzla, Səbail səfəri, evdə Sabahla, Araz Naxçıvan səfəri. Çətin oyunlar. Çətin oyunları o 3 dənə komanda dediyin çətindir. O Kəpəzlə belə fikirləşirsən ki, gedib Kəpəzlə səfərdə olacaq. Yenə deyirəm, bu hansı ki aşağıda Kəpəz özü də yerinə hansı ki bəlkə deyir də Premier Liqadan düşməməkdəndir. 5 oyunun 5-i də yenə deyirəm, yəni biraz əslində Zirənin oyunları çətin, Zirənin oyunları çətin deyil, hamısının oyunları çətindir. Yəni belə baxırsan, yəni asan oyun yoxdur. Asan oyun yoxdur. Hansı ki deyib Səbail fikirləşirsən ki, Premier Liqadan düşəcək. 90+3-də başla buraxır qolu Mikes vurur yəni. Bax Rəşad Sadıqov da mətbuat konfransında Sumqayıtın son dövrlərdə, son günlərdə, həftələrdə dirçəldiyini vurğulayır. Vaqif Cavadov amilini, faktorunu vurğulayır və bildirir ki, 2-1 olarkən Sumqayıt da qol vura bilərdi, hesabı bərabərləşdirə bilərdi. Biz 3-cü qolu vurduq, məsələni bitirdik. Yəni biz xal itirə bilərdik həmin oyunda. Təbii ki, şanslarımızdan maksimum yararlandıq. Juninho Moranhao'nun cərimə zərbəsi qolu əsl sənin kimi var deyəsən. Papunaşvilinin erkən qolu, Salifo Suma maçının yenə də qəhrəmanı idi. 1 qol, 1 asist. Yəni bu futbolçu əla formadadır. Özü də 3-cü qolda fikir verdi, necə rahat. Ötürmə super, möhtəşəm. Qapçı ilə özbəöz qalır. Yəni orada başqası olsaydı bəlkə də elə ya qapının üstünə, yəni qapçının üstünə, ya qapıya dəqiq zərbə və yaxud qeyri-dəqiq zərbə vuracaqdı. Amma rahat qapçını keçir, boş qapıya topu yönəldir. Yəni ustalıq səviyyəsidir. Pasta verə bilərdi orada, pasta verə. Vermədi, sol ayağından görsətdi, bir rast döndü. Yəni o epizodda birdən görsən futbolçular var ki, hansılar ki qol vurmur, biraz paxıl olur. Fikirləşir deyirlər, qoy oyunda mən də yadda qalım, qolum eləyim. Amma o birisi komanda yoldaşın sənə bomba vəziyyətdədir, ona pas versən, boş qapıya vuracaq. Amma özü eləmək istəyir, allatmaq istəyəndə də qol olmur. Əslində orada öz qiymətini daha da artırır ki, mən komanda oyunçusuyam. Sən necə görür ki, o komanda özünə görə nə qədər bu güvən, özünə inamı var ki, yəni fikirləşir ki, mən qapıçı ilə təbii. Amma biri var, sən 90% qola yaxın olasan, biri var, verirsən boş qapıya vurur, %100-dür. Yəni elə moment var ki, bəzi bizdə Azərbaycan futbolçularında elə problem var. Boş qapıya da vermir deyə qoy elə mən eləyim. Mən qol vurum, mən qol pası verim, mən komandanın nəticəsində, mən 4-də 10 nəfər oynayır, 11 nəfər. İndi o epizodda məsələn o qapısını alıb keçmək istəyəndə keçə bilməsəydi, qapısı topu tutsaydı və təzədən bir dənə atak eləsəydilər, məsələn də hesab 2-1 olan vaxt olsaydı, təzədən rəqib o Sumqayıt komandası 2-2 eləsəydi, onda nə olacaqdı? Amma doğrudan da möhtəşəm mövsüm keçirir Zirə komandası və burada Rəşad Sadıqovun son illərdə gördüyü işlər, Rəşad müəllimin köməkçilərinin hamısı əhsən deməyə düşür yalnız və yalnız. Böyük işlər. Legioner limitinin ləğv olunmasına da belə maraqlı şəkildə fərqli tərzdə cavab verdi ki, xatırlayırsınızsa ötən mövsümdə biz Avrokuboklarda belə yerli futbolçularla oynayırdıq. 5-6 yerli futbolçu ilə çıxmışdılar Dakla səfər maçına. Onu xatırlayıb. Amma eyni zamanda danışıqlar apardıqları futbolçuların da olduğunu qeyd edib. Çünki əgər sən professional heyət güclənməlidir. Sən fevraldan bu yana, fevral, mart gözləmirsən, klub çempionat qutardı mayda. Ondan sonra baxaq görək. Hər nə qədər Rəşad Sadıqov tələsmədiyini desə də, bundan əvvəlki mətbuat konfransında artıq əminəm ki, Avrokubok haqqında düşünməyə başlayıb. Sembolya indiki bu dönəmdə hansı ki 5 oyun qalıb, bundan qabaqçında da ki, hansı ki şansları var idi Avrokuboklara, normal peşəkar məşqçilər, normal peşəkar kollektiv staff, rəhbərlik. Gələcək Avrokubokları sən fikirləşirsənsə, qardaş, 5 ay, 6 ay qabaqçadan futbolçularla danışmaq. Bax, Zirəyə bir qələbə kifayətdir ki, artıq Avrokuboklara vəsiqəni təmin etsin. Ona görə də əlindən gələni eləyəcək. Bir qələbə lazım. Bir qələbə. Özü də nəyə demək istədim, bayaq dedim, görsənmir. Yəni, o məşqçi kollektivi, köməkçiləri, komandanın rəhbərliyi, nə bilim, orada masajisti, nə bilim, nəyi. Həmin bu uğurun dalında o çəkilən o əziyyət nəyə ki, o kadr arxası bir dənə çəkiliş eləyəsən onlardan.
Yəni o belə şeydə görsənmir. Hamı baxır görür ki, Hamı 90 dəqiqəni görür, oyunu görür. Unutdular. Ay Zirə zor oldu. Getdi səfərdən nə bilim falan kəs uddu. O pişi Zirənin adı gedir. Amma onun altındakı o yükün altındakı o əziyyət çəkən, stresə girən, nervi nə bilim nə başını itirən o qədər haqq Bax orada masajçının belə şeylər xidməti görsən var, masajçının belə, həkiminin belə xidməti. əziyyətləri var. Düzgün də yoldadılar. Təbrik eləyirik. Öz sosial şəbəkə hesabında Rəşad Sadıqov Kocaeli Spor klubunu da təbrik eləyib. Çünki onun oynadığı dövrdə Kocaeli Spor sonuncu dəfə Super Liqada çıxış etmişdi. 16 ildən sonra yenidən qayıtdı Premier Liqaya, Türkiyə Super Liqasına və təbrik eləyib keçmiş komandasını və bildirib ki, mən Kocaeli Spora azarkeşlik eləyəcəm növbəti mövsümdə. Doğrudan da nostalji hisslərdir. Terminator ləqəbi verilmişdi, xatırlayırsan? Ümumiyyətlə legioner həyatı da yaşayıb, legioner kimi də oynayanda da hər yerdə hörmətli olub, öz oyununla, mən özüm də Rəşadla rəqib kimi oynamışıq qarşı-qarşıya. Yəni futbol baxımından nə dərəcədə güclü olduğundan heç onu danışmaq lazım deyil. Onsuz da göz qabağındadır. Məşqçi kimi də Diva Belozo neçə illər. Məşqçi kimi də bir yerdə dayanmır, axtarışda da daimi öyrənir, araşdırır. Məşqçi o dayandığı səhər daha böyük hədəfləri var. Olmur. Təbii. Bu futbol sürətlənir, futbol müasirləşir. Xarici klublar hansılar ki var, baxırsan heç adı dəftərdə yoxdur. Amma gəlib belə bir futbol oynayır ki, gəlib az qalada 4-də 1-ə kimi, 2-də 1-ə kimi yana gəlib çıxırlar. Bodo Glimti götür. Bodo Glimtdən danışanda deyirdin ki, Bodo Glimt ilə belə uduzduqla neynədik. Bodo Glimtdə bir dənə bax, gör arada. Norveçin ilk klubu oldu ki, yarımfinala vəsqə qazandı Avrokuboklarda. Gör indi yəni deməyim odur ki, futbol yəni dəyişir qardaş. Yenə deyirəm, Haiti, ora, bura nə bilim nə. Hamıya adla baxmaq lazım deyil, dövlət adı ilə. Futbol baxımından yəni hamı qabağa gedir. Biz onu tapmalıyıq. Hamının açarı tapmalıyıq o kufra ki. Açarı gizlədiblər də bizdə, tapanmırıq. Yoxa çıxardıb, açar nətər yoxa çıxıbsa bilmirsən açarı. Harada bastırıblar, harada. Açarı cadılıyıblar.